Salam hörmətli tamaşaçılar. Biz Xeyir Körpüsü verilişindən gəlmişik və bizə Rüstəm adlı bir tamaşaçımız zəng eləyib. O çox ağır vəziyyətdə yaşayır və o bizdən xahiş edib ki, gələk onun yaşayış vəziyyətini çəkək, evini çəkək və xeyir sevən tamaşaçılarımız ona kömək eləsinlər. Buyurun, onun evini göstərik sizə. Hörmətli tamaşaçılar, biz onların həyətinə daxil oluruq. Gördüyünüz kimi onlar bu kasıb daxmada yaşayırlar. Və biz onların qapısından içəri daxil olacağıq. Və budur özü də bu kasıb daxmasında oturub bizi gözləyir. Biz eşitdik ki, siz Xeyir Körpüsü verilişinə zəng eləmişsiniz. Bəli, siz öz ailə və vəziyyətiniz haqqınızda, bu kasıb yaşayış haqqınızda bizə məlumat verin. Bu kasıb evinizdə necə dolanırsınız? Buyur. Gəldiyiniz üçün mən sizə minnətdaram, Elmar müəllim. Bax, belə də mən görürsünüz də, bu obyekt mənimdir. Mən 1 milyar dollarda ifadelər qurmuşam. İmkanım yoxdur deyil. İmkan şəxslərdən üst tutub, xahiş edirəm ki, imkan dairəsində biraz kömək eləsinlər. Mən bu obyekti biraz da geçəcəm. Hörmətli tamaşaçılar, yardım eləyin Rüstəmə, yardım eləyin. Həqiqətən də onun yardıma ehtiyacı var. Xeyir verən tamaşaçılar, ona kömək eləyin. Və gördüyünüz kimi o qəm dəryasına batıb ağlayır. Görək onun dərdi nədir, problemi nədir? Bax, belə də imkan var, pulum var, xaçlamaq istəmirəm. Prosti imkanlı şəxslərdən xahiş edirəm ki, imkan dairəsində əl tutsunlar. Mən istəyəm ki, adı bala sağlıqın villasından olsun məndən. Amin, amin. Belə də. Allah bağışlasın. Buralardır. Belə qalmışam indi, buradan nəsər edeyim. Buralardır. Bu da mənim üçün mənim obyektimdir. Belə bağışlayın dedim, mən burada sayıqa tapmaq yoxdur. Bu qaldır, üstünlər, oldu, hamısının bir tane bu da bak, özgürdür. Çok yardım ettiğim burada tezelliyemledim. 20 milyon da basmayla görmüşüm bütün de imkan dairesinde imkan olan şartlar varsa. Hörmətli tamaşaçılar, onların evləri çox zəifdir. Gördüyünüz kimi çox balaca bir evdə yaşayırlar. Xeyri verən tamaşaçılar, Rüstəmə həqiqətən kömək eləmək lazımdır. Yardım eləyin ona. Və biz onların bütün otaqları gəzməyə gedirik bir-bir.
Bu yəqin ki, Rüstəmin qardaşıdır bu yəqin ki, görək Rüstəmin mən- qardaşı nə deyir. Bu biraz vəziyyətin Gördüyünüz kimi qardaşı deyəsən ruhi xəstədir. biraz qardaşım ruhi xəstədir. Mən indi imkanlı şəxslərdən imdad istəyirəm, nə qədər imkanlı şəxslərsə bana az tutmalı. Hörmətli tamaşaçılar, gördüyünüz kimi onların ailə vəziyyəti çox ağırdır. Xeyir körpüsü verilişinə baxırsınız. Rüstəmə kömək edin. Onlara kömək lazımdır. Bu nömrələrə zəng edin, ona kömək edin. Onların evi çox balacadır. 333 33 33 nömrəsi 050 070 055 hamısı ondadır. Kömək edeyim onu, xahiş edirəm mən. Vallahi. Həsini dəstəri bu otağı. Çox Allah qəbul eləsin. Xeyir verən tamaşaçılar Allah qəbul eləsin. İstəmə kömək edin. Onun ailə vəziyyəti çox ağırdır. O bu balaca evdə yaşayır. Xeyir verən tamaşaçılar Rüstəmə kömək edin. Bu onların xunasıdır. Onlar çox ailə vəziyyəti ağırdır. Bura bizim xunamızdır. Xunada bir evimiz üçün yeməklər, içməklər tutuyoruz. Bu insanlar bizim evdə işləyirlər. Bunlara mən maaş verə bilmirəm. Pulum var, ancaq maaşları hesabdıra bilmirəm. Hörmətli tamaşaçılar Rüstəmə kömək edin. O işçilərinin maaşını verə bilmir. Allah bu qaza 50 min vermişəm. 4 göz işləyir, xahiş edirəm. Hacmalı aptal var. 200 minləri vardı. Mən onlar istəyirəm. Ma imkanlı şəxslərdə xahiş edirəm ki, azdır. Hacıbala müəllim, Rüstəmə kömək edin. Biz indi Rüstəmin çox kasıb olan bağına gedirik. Saunasına əvvəlcə baxacağıq, sonra bağına. Siz ona kömək edin, yardım edin. Hörmətli tamaşaçılar, gördüyünüz kimi işçisi yuyub təmizləyə bilmir. Rüstəm pul vermir ona, kömək edin Rüstəmə. Necə də ağır vəziyyətdə yaşayırsın Rüstəm, mən gördüm, şahid oldum. Ağlama, ağlama, kömək eləyər xeyir verən tamaşaçılarımız. Çox təşəkkür ederim. Ağlamayın istəməm, kömək eləyərlər. Buyurun, o birisi otaqları da göstər. Hörmətli tamaşaçılar, həqiqətən onun köməyə ehtiyacı var, ona kömək edin. Bu vəziyyətdə işləsin olmalı. Səbəbim istəyərdim ki, imkanı şəxslər yaxşı verin. Allahdan arzu edirəm ki, mənim də belə bir kasıb baxmam olsun. İlaha amin. Kömək edin Rüstəmə. O borcladır. Bu doktor istəyirəm. O istəyirəm, biraz remont eləşdirəm, düzəltdirəm, daha da yaxşı eləşdirəm. Burada girirsən, otursan, indi mən istəyirəm ki, olan hamısı billurdan olsun içəri. Kömək edin. Həqiqətən onun köməyə ehtiyacı var. Kömək edin.
kömək eləyin Rüstəmə. Mən istəyirəm ki, burada bambaşqa bir aləm yaratsın. Yəni burada mən istəyirəm ki, hər şey özü avtomatik olsun. Dolanca. Evet. O çox qəmgindir. O çox qəmlənəndə, əli hər şeydən üzrəndə gəlib bu baseyndə istirahət edir. Əziz tamaşaçılar, biz artıq gedirik. Siz onların vəziyyətini gördünüz. Onlar həqiqətən ağır vəziyyətdə yaşayırlar. Onlara yardım eləmək lazımdır. Kömək, xeyri verən tamaşaçılardan onlara kömək eləyin. Onlara kömək eləyin. Sağına var bunun.